Salam Master Qrup əhli, bu dəfəki işimiz 200 kvadratlıq yerdən isitmə olacaq. Tüm bu sahəni indi penoplastla döşəyib, boruları çəkmək lazımdır. Hər tərəfdə göründüyü kimi şüşədir, vitraj şüşələridir. Buralarda istiyəşki olub, indi penoplast vurulacaq burada. Bu qədər hələlik penoplastı başlayaq vurmağa. Olar ki, döşədik, qutardıq. Bəzi hissələr qalıb, gediş-gəliş yeri saxlamışıq. Onları da döşəyib, stipola başlayacaq. Haradasa 200 kvadratdır. Belə bir yerdir. Burada çalğıçılar üçün yer var. Ora olmayacaq stipol. Bu qədər, hələlik bu qədər. Demək, yarıya kimi vurduq buranı. Belə. Bu pəncərə ağızlarını sıx-sıx vururuq ki, istili itirməsin. Buranı vurulub, qumlanıb. Belə. Burada aşağıda kollektor yığılacaq. Hələ ki, tam yığılandan sonra səliqə ilə, sırayla düzələcək. Növbəti buranı döşəmək qaldı. Yavaş-yavaş bunu da eləyəcək. Hələlik bu qədər. Bura kimi çəkdik, indi bura qalıb, oranı da çəkəcək. Demək, belə şey etmişik pəncərə ağzında. Haradasa 24 qolumuz var burada. Bir qol da bura olacaq. 25 qol. Bunlar dedi, preparatın kutusunu göstermez. Bu da işe sonra 100 kvadratın istipolun boruları buradadır hamısı. Ardında bunları bir qaydaya salıb kollektora qoşacaq. İcmanın şüşəli, iynəli kollektorları, aktivatorlar olacaq hamısında. Demək, orada da kombimiz olacaq. Bir qoşaq başlayaq yığmağa. Yığdıq. Bunlar qalıb. Bunları da yığacaq bir. Belə Master Qrup əhli işə başladıq. Haradasa 200 kvadratının kollektor istipol sistemidir. 40-lıqla paylamışam. Bu da 2 qol radiatordur, bir dənə şulkadır, ayrı qoşulacaq, 3 yollu ilə bura paylanacaq, temperaturuna ayrı-ayrı olacaq. Burada kombo olacaq, yovuşmalı baksi 45'lik, baksi nədir, baymaq. Hələ ki hazırlıq gedir. Materialları yığırıq, hazırlaşdırırıq. Bu da qoşa nasıl olacaq.
o pis suya baxan. Mən yavaş-yavaş başlayaq belə. Yığaq buradan.